Milli Şuradakı qüvvələr Rüstəm İbrahimbəyovun namizədliyini verməklə onu ciddi təhlükə ilə üz-üzə qoyurlar. Bu fikirlə çıxış edən Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovun sözlərinə görə, Rüstəm İbrahimbəyov ona Milli Şurada qurulan oyunlardan xəbərsizdir. Tövbə Cəmiyyətinin sədri həmçinin əlavə etdi ki, Rüstəm İbrahimbəyov yaxın gələcəkdə Milli Şuraya rəhbərlik etməyə peşman olacaq. Rüstəm İbrahimbəyova sual verirlər ki, əgər sizi seçkilərə buraxmasalar, Səqənbər getsə, siz onu dəstəkləyərsinizmi? O cavab verir ki, mütləq. Bu Rüstəm İbrahimbəyov aydınlaşdırmır özü üçün ki, xalq Səqənbəri dəvələrlə görüb, gözəl də tanıyır. Əgər sən Səqənbərə mütləq bu başdan səs verirsənsə, yəni onun namizədliyini bəyənirsənsə, arxasında durursansa, bu deməkdir ki, xalqın Rüstəm İbrahimbəyova olan etimadını da, inamını da itirəcək. Hacı Əbdül qeyd etdi ki, seçki ərəfəsində ciddi siyasi gərginliyin yaranması gözlənilir. Bu gərginlikdən isə daha çox zərər uğrayan tərəf Rüstəm İbrahimbəyov olacaq. Hacı Əbdül bundan başqa ölkədəki dini təriqətlər arasındakı münasibətlərdən də danışdı. Onun sözlərinə görə mövcud vəziyyət ölkədə dini ixtilafların olmayacağını deməyə əsas verir.